İnsan çətinliyə düşəndə ilk əvvəl Allahdır yadında. Çətinlikdən çıxandan sonra özünü görməyə başlayır. Mən deyə çıxdım. Əvvəl deyir Allah mənə çıxart, mənə çıxart, mənə çıxart. Çıxandan sonra orada burada danışır, gördün qardaş necə çıxdı vəziyyətdən. İşin əvvəlində Allahdır, işin sonrasında qardaşdır. Qardaşın çıxdı vəziyyətdən. Bu mövzu hədis buyurur ki, bir yerə gəl çat ki, özünü görmə, Allahı gör hər halda, işin əvvəlində də axırında da. İşin əvvəlində də Allah, axırında da. Təəssüf ki, işin əvvəlində özünü yox, Allahı, işin sonunda isə özünü görməyə başlayır. Hünər də budur. Hünər də budur ki, çətinlikdən çıxandan sonra onu unutmayasan, onu görəsən. Prosesdə onun əlini görə biləsən. Allahın yadullahı görə biləsən ki, burada necə mənə tapdı, çıxartdı.